Ben 20. olsam. Haftanın 5. gün. Qurban müəllimin dərsi, birinci sınıf. Həmin vaxtda bilirsiniz, faiz tutarlı, bir şey gəldi, baba soyur. Qurban müəllim gəldi dərsə, əldə sürtdü. Olduğu kimi deyirəm. Biraz tələsik ki, gətir yazıları yoxluyum. Müəllimlərin tələsməyini mən müəllim olana sonra dedim. Niyə görə tələsmişlər? Ben program çok da çatırlı olmuyor da. Mesela bir mecbur kalmış ki çatıra bilsin. Onu sonra bilmiş. Neyse, sesin hoş değil. Yüzün ha. Ses gelmiş şey yok. Öyle mi? Yaxşı söhbət var. Oluyor. Geldi yazıları yoxladı. Sırayla da olduğu kimi diyeceğim. Olduğu harçlanmayacağım. Olduğu kimi. Baxdı, bəzilərdən xoş gəlmədi, irad tutdu, niyə az yazmışsan, sakitcə, başa salaram, biz yoxlamayacaq yazacağıq, 10 gündən sonra, belə yetədandır. Gəldi, mən də 5-ci adamdır, dəftəri verdim, mən də 2 dənəsi, bir məsələ, bir dənəsi. Mən özümü arxalan kimi gətirdim, dəftəri təqdim edim Qurban müəllimə. Həmən Qurban müəllimə biraz uşaqla da gözləyirdim. Qurban müəllim baxdı dəftərə, götürdü, atdı üstümə dəftəri. Olduğu kimi. Başa düşmədim. Həqiqət elə başa düşmədim. Bunlar çox pis oldu. Birinci dərsdə çox həddən pis oldu. Sonradan mən elə bir səhv